Təsəvvür edin. Bir ad var. Onu dilinizə gətirdiyiniz anda dualarınızın qapıları açılır. Bir zikr var. Qəlbi sakitləşdirir, ruhu yumşaldır və insanı Allahla yaxınlaşdırır. Bu videoda Allahın 99 gözəl adı, Əsmaül Hüsna, İsmi Əzəm, sirləri haqqında danışacağıq. Videonu sona qədər izləyin, çünki sonunda elə bir məqam var ki, dualarınızın qəbul açarını tapacaqsınız. Əsmaül Hüsna nədir? Əsmaül Hüsna ən gözəl adlar deməkdir. Qur'an-ı Kərimdə buyurulur, ən gözəl adlar Allahındır. Ona bu adlarla dua edin. Əsma zikri necə olmalıdır? Əsma zikr etmək üçün xüsusi bir say yoxdur. İstədiyiniz qədər deyə bilərsiniz. Müəyyən sayla olan əsmaları zaten Peyğəmbər sallallahu aleyhi və səlləm təyin edib. Məsələn, Subhanallah, Elhamdülillah, Allahu Əkbər zikirlərini 33 dəfə demək kimi. Başqa əsmaları isə vaxtınıza uyğun istədiyiniz qədər deyə bilərsiniz. Allahın mərhəməti say deyil, səmimiyyəti dəyərləndirir. Əsmaül Hüsnanı sadəcə əzbərləmək kifayət deyil, onu həyata tətbiq etmək lazımdır. Ər-Rəhman deyirsinizsə, insanlara mərhəmətlə yanaşın. Əl-Ədil deyirsinizsə, qərarlarınızda ədaləti qoruyun. Əsma zikri qəlbi sakitləşdirir, stresi azaldır və ruhu gücləndirir. Ən çox zikr edilən əsmalar: Ər-Razzaq, bütün ruzini verən; Ya Razzaq, halal qazanc və iş fürsətləri üçün oxunur. Sədəqə və zəkat ruziyə bərəkət gətirir. Ya Şəfi, şəfa verən; Ya Şəfi, mənə və sevdiklərimə şəfa ver niyyəti ilə zikr edilir. Sosial mediada bəzi yanlış təbliğatlar var. Mən bu əsmanı bu qədər çəkdim, ev aldım, filan arzumu həyata keçirdim, sevgilimlə barışdım. Əsmaları xüsusi saylarla çəkməyin fəsadları da var. Hər bir əsmanın öz frekansı var. Çoxlu ya səbr, ya səbr, ya səbr əsması çəkməyiniz sizi çox səbr edəcəyiniz hadisələrlə üz-üzə qoyar. Ya Vədud əsması, qarşılıqsız sevən deməkdir. Bu əsmanı çox təkrar etdikdə həyatda sevərsən, amma sevgi görməzsən. Hörmət edərsən, hörmət görməzsən. Sən dinləyərsən, amma qarşındakı səni dinləməz. Həyatına, çünki bunu çəkmisən sən, Allahdan bunu istəmisən. Allahın gözəl adları. Allahı anmaq, xatırlamaq, onun gücünü, varlığını dərk etmək üçün çəkilir. Sən dua et, səmimi qəlbdən. İstə, Allah sənə onsuzda istədiyini verəcək. Bunun üçün Allaha xüsusi bir sayla şərt qoşmaq lazım deyil. Bəs İsmi Əzəm nədir? İsmi Əzəm ərəbcə ən böyük ad deməkdir. Bu, Əsmaül Hüsnanın içindəki ən qüdrətli, ən təsirli ad sayılır. Yəni, əsmalar 99 gözəl addır. İsmi Əzəm onların içində ən ucası, duaları qəbul etdirənidir. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm bir nəfərin yanından keçərkən Allaha onun adları ilə müraciət edərək, yalvararaq dua etdiyini eşidir və deyir, şübhəsiz ki, bu insanın duasını Allah qəbul edəcək. Çünki o, İsmi Əzəmlə dua edir. Kim Allahın İsmi Əzəmi ilə dua edərsə, Allah onun duasını qəbul edər. Kim onunla bir şey istəsə, Allah ona istədiyini verər. Təsəvvür edin ki, sizin əlinizdə bir açar var. Siz o açarla hansı qapını istəsəniz aça bilərsiniz. Gəlin bu möcüzə ilə tanış olaq. La ilahə illallahul azimul halim. La ilahə illallahu rabbul arşil azim. La ilahə illallahu rabbus səmavati vəl ardi və rabbul arşil kərim. Mənası, ilm sahibi, uca olan Allahdan başqa ilah yoxdur. Uca ərşin Rəbbi olan Allahdan başqa ilah yoxdur. Göylərin, yerin və şərəfli ərşin Rəbbi olan Allahdan başqa ilah yoxdur. Hər bir dua Allahın qapısını döymək kimidir. Sən qapını döy, gerisini Allaha burax. O səni eşidir, səni görür və sənə ən xeyirli olanı göndərir. Videonu bəyəndinizsə, daha çox insanın qarşısına çıxması üçün bəyənin,
kanala abunə olun və növbəti mövzularımızı qaçırmamaq üçün zəng işarəsinə toxunun. Allah hamımızı doğru yoldan ayırmasın. Amin.